Qızlar, salam, necəsiz? Hər vaxtınız xeyir olsun. Qızlar, indi gəlirəm evə. İnanırsınız, hava o qədər soyuqdur ki, bildiyiniz soyuqdan donmuş vəziyyətdəyəm. Mağazinə girdim bir kişi almağa. Göstərim sizinlə də paylaşım aldıqlarımı göstərim. Deməli qızlar, birinciyi bunu çıxartmaq istəyirəm. Burada nə almışam? Uşaqlar neçə vaxtdır ki, bezdirmişdilər ki, məni bəs qurdulmuş dondurma istəyirik, qurdulmuş dondurma istəyirik. Telefonda falan görürdülər, istəyirdilər. Belə bir balaca qabda qurdulmuş dondurma aldım. Qiyməti 3 manat idi. Dedim uşaq da sınasın. Əslində mənim özümün heç belə deyim də nəfsim çəkmir, yəni istəmirəm də. Şərhləri oxuyurdum bundan bağlı. Yarı kütlə deyirdi ki, çox dadlıdır, yarı kütlə deyirdi ki, heç bəyənmədiyi almağa dəyməz. Mən də ona görə heç nə bilim, belə deyim də nəfsim çəkmirdi, istəmirdim. Amma uşaqlar çox israr etdiyinə görə aldım. Həm də dedim alım görüm necə bir şeydir, təriflənməyə dəyər ya yox, sınayım. Bunu da inşallah video çəkib sınayacağam. Belə daha sonra əslində görə ki, diyetdəyəm. Deyir ki, olmaz mənə, insülin direncim var deyə. Amma yenə də bir cips almışam. Fikirləşirəm ki, həftədə bir, belə deyim, ayda bir olar. Belə bir suxari almışam. Bu arada Fanatın xəstəsiyəm. Yəni sırf Fanatın suxarilərini çox sevirəm, hədsiz. Əsas da ki, yəni Fanatın pendirli olan suxarisi var idi. Yəni içində sosu olan. O daha çox sevirdim onu. Onu da ki, neçə vaxtda mağazinlərdə görmürəm. Bilmirəm yığışdırıblarmı, yoxsa necə. Ona görə beləsini aldım. Sonra özümə belə bir rolton aldım qızlar, tez bazar hazırlamaq üçün. Acam və nəysə də hazırlamağa, belə deyim də, həvəs yoxdur. Ona görə də aldım ki, tez bazar hazırlayayım, yiyeyim. Belə popkek aldım və soğurma aldım. Biri buradadır, o biri də buradadır. Belə, 2 dənə də belə uşaqlara soğurma aldım. Alışverişim bu qədər idi. Kiçik alışveriş etmişdim. Yəni dediyim kimi abur cubur. İnşallah dondurmada növbəti videoda sınayacağım, sizinlə bölüşəcəm.